Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü videomuzda sizlər üçün DİM Test Tops 2025-dən duzlar təsnifatı adlandırılması, alınması və xassələri mövzusundan test izahları olacaq. Video keçməmişdən əvvəl kanala abunə olub, videoları bəyənməyi, rəylərinizi də rəy bölümündə yazmağı unutmursunuz. Yallah getdik, görək bizi nə tip suallar gözləyir. Birinci sualda yazır uşaqlar, kalsium sülfatın formulunu müəyyən edin. Ümumiyyətlə uşaqlar, kalsium sülfat normal duzdur. Mən həmişə şagirdlərə deyirəm. Normal duz nə idi? Turşunun əsaslığını göstərən hidrogen atomlarının metal atomları tərəfindən tam əvəz olunmasından alınan duzlardır. Yəni sülfat turşusu H2SO4-dür. Onun 2 dənə turşu qalığı var. Hansılardır? HSO4 1 əksik, SO4 2 əksik. Əgər sən normal duz düzəltmək istəyirsənsə, şöyle bax bunlar da hidrosülfatdır. Bu isə sülfatdır. Gətirirəm kalsium SO4-ü yan bayan qoyuram. Kalsium isə sabitdir. 2-dir, SO4 də 2-dir. Ayaqlar eşini yazılımı cavab C variantı olacaq. Gələk ikinci sualda. Dəmir 3 xlorid. Uşaqlar, xlorid turşusu bizdə H xlordur. Bunun turşu qalığı bir dənədir. Xlordur, mənfi. Gətirəm dəmirlə xloru yan bayan qoyuram. Dəmirin valentini özü mənə deyibdir 3 götürgünə. Xlor da 1 valentdir. Bilirsən də çarpaz edir. 1 daha yazılmır, 3-ü də yazsam bura. Olacaq cavabımız A variantı ikinci sualda. Bizdə dəyişkən oksidaşma dərəcəsinə sahib olan metallarda biz onu deməli qeyd edirik mötərizədə. Dəmir 2-də var, 3-də var, ona görə dəmir 3 xlorid deyil. Dəmir 2 xlorid də ola bilər, ferin xlor 2. Hansı sırada yalnız duzlar göstərilmişdir uşaqlar? A variantında baxıram ki, H2S turşudur, sülfit turşusudur. NH3 də bilirsiniz, amoniakdır, əsasdır. Əsas xassəli bir maddədir. Ona görə A variantı olmayacaq. B variantı uşaqlar natrium yod, bəli, H yodun duzudur, amma H2S yenə turşudur. C variantı uşaq sink SO4, bəli, sülfatın duzudur, amma baryumu yox, oksiddir. Birisi də burada baryum müsbət 2, oksijeni mənfi 2. D variantı yenə eyni qayda NH3-ə görə 7. Kalium 3PO4 duzdur, amma E variantı uşaqlar, bəli, natrium klor H klorun duzu, natrium kloriddir. Kalium 2CO3-də uşaq H2CO3 var, karbonat, onun duzudur. Hidrogen atomlarını nə ilə əvəzləyiblər? Kaliumla əvəzləyiblər. Gələk dördüncüdə yalnız 2 qat duzlardan ibarət sıranı göstərir. Uşaq 2 qat duz nə idi? 2 metal bir turşu qalığından ibarətdir. Yəni çox əsaslı turşularda turşunun əsaslığını göstərən hidrogen atomlarının 2 müxtəlif metal atomu tərəfindən tam əvəz olunmasından alınan duzlardır. Şöyle A variantı niyə olmayacaq? Çünki bəli, natrium, xrom 2 metal bir turşu qalığı okeydir. Bu da natrium, kalium bir turşu qalığı əla. Amma bu artıq bu natrium H2PO4 turş duzdur uşaqlar. Turş duzdur. Natrium dihidroortofosfat. Ona görə bu olmayacaq. B variantına baxaq uşaqlar. Kalium, alüminium sulfat əla. Valla bu natrium, alüminium olsa 2 dənə metal var. Bu səni çaşdırmasın. H alüminium O2 var. Onun turşu qalığı nədir? Alüminium O2-dir. Onun natriumla yan bayan qoyandan sonra bu bir valent, bu da bir valent. İnşallah bu normal duzdur. Natrium metaluminat. Həmçinin kalium permanganat da eyni şəkildə. Bu bizə də H manqano4-ün deməli qalığıdır. H manqano4 permanganat turşudur. Bunun turşu qalığı manqano4 uşaqlar. Gətirib kaliumla yan bayan qoyuram. Bu bir valent, bu da bir valent. Ayaqlara heç nə yazmır. Buna diqqət etmək lazımdır. Gəlirəm C variantına. Bəli, dikalium, natrium ortofosfat 2 metal bir turşu qalıb. Okeydir, amma burada artıq bir dənə metal var. Heç buna baxmağa ehtiyac yoxdur. D variantına baxaq. Şu an cavab D variantı olacaq. Həqiqətən də burada 2 metal bir turşu qalığı var. 2 metal, PO4 bir sənə turşu qalığı. H2PO4-dür. 2 metal, SO4 sulfatın qalığıdır. 2 metal, SO4 sulfatın qalığıdır. Bu şəkildə. Yəni cavabımız olacaq D variantı. Uşaq bu E variantında bu turş duzdur, bu da turş duzdur, bu isə əsası duzdur. Yəqin ki, duzların növləri barəsində məlumatlısınız. Belə 5-ci sual turş duzların müəyyəni. Uşaq, turş duzlar nə idi? Turşun əsaslığını göstərən hidrogen atomlarını uşaqlar biz nə edirik? Qismən əvəz edirik. Metal atomları tərəfindən qismən əvəz edirik. Məsələn, bu fikir verginə maqnezium uşaqlar bu turş duzdur. Niyə? Çünki H2PO4 birisi ortofosfat turşusudur. Ortofosfat turşusunun uşaq 3 dənə turşu qalığı var. H2PO4 mənfi, H2PO4 2 mənfi. Əgər mən turş duz düzəltmək istəyirəmsə, bu 2 dənə turşu qalığından istifadə edirəm. Çünki tam əvəzləməli deyiləm. Maqnezium 2 valentli H2PO4-də 1 hidrogen deyə bəli, aklın çarpaza getdir. Yəni maqnezium dihidroortofosfat. Bu düzdür. Gələk buna bu da yeni qaydadan. İnşallah H2CO3 var, karbonat. Bunun turşu qalıqları hansıdır? HCO3 mənfidir, bir də CO2 mənfidir. Əgər mən turş düzəltmək istəyirəmsə, bu turşu qalığından istifadə edirəm. Gətirəm qoyuram bura. Bu 1 valent, bu da 2 valent, əla. Uşaq cavab elə 1-2 dəqiqdir. Hə, başqanı görmədim uşaqlar. Bu üçüncüsü uşaq əsası duzdur. Fikir verirsənsə mis OH2 deyil, mis OH2-də OH qruplarının neyləmişik? Turşu qalıqları tərəfindən qismən əvəz olunmasına. Uşaqlar bu mis deməli 2 hidroksixloriddir. Bu əsası duzdur. Gələk buna uşaqlar bu da əsası duzdur. Bunu da belə də yaza bilərlər bu arada. Mis OH2 dəfə CO3. Uşaqlar bu da əsası duzdur. Ona görə getdi. Amma 5-ci bəli HCO3-ün karbonatın turşu qalığıdır. Uşaqlar bu da 1-dir, bu da 1-dir. Ona görə testimizin cavabı 1, 2 və 5 olacaq. Yəni harda var belə cavab? Belə cavab yoxmuş ki, var. A variantı olacaq 5-ci sualda. Gələk 6-cı suala.
Hansı reaksiyadan alınan hər iki maddə suda həll olmur uşaqlar? Həll olmur deyir bu arada. Burada deməli nə alınacaq? Mis SO4 uşaqlar bir də nə alınır? H2O. Aydın oldu mu? Burada mis SO4 yadında saxla yəni sulfat turşusunun 5 duzu uşaqlar ya həll olmur ya da pis həll olur. Bunlar hansılardır? SO4-ün yanına barium, kalsium, stronsium, gümüş və Pb. Bunları qoysan uşaq deyərsən ya həll olmur ya da pis həll olur. Hətta ümumiyyətlə həll olmur desən də olar. Amma S4-ün yanına mis digər metalları qoysa artıq deyərik ki, həll olur. Ondan sonra gələk B variantı. Uşaqlar burada barium nə ilə birləşir? SO4 ilə birləşir. Barium SO4 dediyində SO4-ün barium, kalsium, stronsium, gümüş quruluşu. Barium SO4 həqiqətən suda həll olunur, amma sən bilməlisən ki, duzun tərkibində əgər natrium, kalium, NH4, bir də NO3 varsa, müzakirəsiz o həll olur uşaqlar. Ona görə natrium klor getdi. Verdiyimiz duzlar uşaqlar. Gələk C variantı heç müzakirəyə ehtiyac yoxdur. Burada alüminium sülfat alınır. Sülfatın nə demək 5 dənə duz əldə olunur və digər maddə sudur, lazım deyil. Gələk bura uşaqlar, burada nə alınır? Gümüş xlor alınır. Gümüş xlor bəli çöküntüdür. Xlor, brom, yodur uşaqlar. Xlor, brom və yod. Uşaqlar bunların ancaq deməli gümüş müsbət və Pb2 müsbət duzları həll olunur. Qalanları həll olur. Amma barium nitrat uşaqlar, barium nitrat bayaqlarda qeyd elədim. Əgər duzun tərkibində natrium, kalium, NH4, bir də NOS varsa müzakirəsi. Nitrat turşusunun bütün duzları həll olur. Ona görə D variantı getdi və ən nəhayət gəldik Y variantına. Uşaqlar, burada barium SO4 alınır. Barium SO4, mən bəxtən 50 dəfə demişəm, sülfatın barium, kalsium, stronsium, gümüş və qurşun duzları həll olunur. Bir də nə alınır? Mis OH2 və qələvi olmayan bütün əsaslar nədir? Çöküntü uşaqlar. Və cavab olacaq 6 Y variantı. Qələvi olmayan bütün əsaslar çöküntü uşaqlar. Qələvi bizdə aktiv metal hidroksitləri, litium OH, natrium OH, kalium OH məsələn və s. və ilə. 7-ci suallar üçün məhlulda eyni zamanda hansı maddələrin olması mümkün deyil. Uşaqlar, bu tip sualların mənası odur ki, məhlulda eyni zamanda mümkün olmayan maddələr biri-birinə reaksiya gedən maddələrdir. Məsələn, hansı iki uşağı bir evdə saxlamaq olmaz? Bir-birini döyən evdə, bir-birini qıranları saxlayamırsan bir evdə. Amma ki, bir-birinə reaksiya etməyən, bir-birinə dəyməyənləri bir qabda saxlaya bilərsən. Yəni, sən burada axtararsan ki, adı nədir? O iki maddələr bir qabda saxlamaq olmur, onlar bir-birinə reaksiya edir uşaqlar. Və başlayaq yavaş-yavaş baxaq. Birincisi maqnezium klorid və maqnezium xlor2 və HNO3-dür. Mən sənə bir dənə xırda bir məqamı xatırlatmaq istəyirəm. Şöyle bu bilirsiniz də turşuların fəallıq sırasında bu turşular eyni sıradadır. İndi əvvəlin yazılanı da bu turşular dərsində 50 dəfə demişəm. Bunun davamı da var da. H2SO və s. Turşuların fəallıq sırasında eyni sırada duran turşular o vaxt bir-birinin duzu ilə reaksiya daxil olur ki, burada iki şərt ödənməlidir. Birincisi hər ikisi həll olmalıdır. İkincisi alınan maddələrdən heç olmasa biri çöküntü olsun. Uşaqlar, bilirsən ki, maqnezium xlor2, xlor brom yodun argentium və Pb duzlarından başqa hamısı həll olur. Yəni xlor brom yodun yanına argentium, bir də Pb-dən başqa nə qoysan həll olacaq. Yəni maqnezium xlor2 həll olan bir duzdur. Yəni birinci şərt okeydir. Gəlin fərz edək reaksiya gedir. Fərz edək. Burada maqnezium nə ilə birləşəcək? NO3 ilə birləşəcək. Maqnezium NO3 2 dəfə plus HCl. Uşaqlar, axı nitrat turşusunun bütün duzları həll olur. Və burada H-xlor çöküntüdür. Deməli, uşaqlar, birinci şərt ödənsə də ikinci şərt ödənmir. Və bunlar bir-birinə reaksiya getmir. Bunları bir qabda saxlamaq olar, hə, olmaz deyir. Bu olar. Ona görə bu getdi. Gələk B variantına uşaqlar. Bax, yadınızda saxlayın. Kimyada 3 dənə reaksiyanın şərti eynidir. Bax, biri budur. Eyni sırada duran turşuların bir-birinin duzundan çıxarması. İkincisi, uşaqlar, burada qeyd edirəm sənin üçün duz-duz reaksiyasıdır. Ondan sonra üçüncüsü duz əsas reaksiya. Uşaqlar, bu 3 dənə reaksiyanın baş verməsi üçünün də əsas iki şərti var. Birincisi hər ikisi həll olmalıdır. İkincisi alınanlardan heç olmasa biri çöküntü olmalıdır. B variantı niyə getmir uşaqlar? Çünki kalium OH plus natrium klor duz və əsas reaksiyasıdır. Bəli, bunlar ikisi də suda həll olur. Amma ki, reaksiya isə çöküntü alınmır. Fərz edək gedir. Nə alına bilər? Kalium klor və natrium OH. Bu da çöküntü deyil, bu da çöküntü deyil. Ona görə uşaqlar, bunlar bir qabda saxlaya bilərsin. Bu da gedir. Gələk uşaqlar, burada görə başqa varmı? Baxaq başqa. Görək C variantına nə yazır? Uşaqlar, xlorid turşusu sırada buradadır, sülfatda buradadır. Xlorid turşusu sülfatı çıxaramaz. Yəni, bunlar bir qabda qala bilərlər. Yəni, tamam ki, sən mis, S4, H4 uşaqlar, heç reaksiya getmir. Niyə? Çünki xlorid sülfatı çıxaramaz. O qədər qudurmayıbdır. Ona görə bu da getməz. Və ən nəhayət gəldik D variantına. Uşaqlar, D variantda 2 dənə duzdur. 2 duzun reaksiya şərti nə idi? Hər ikisi həll olmalıdır. Alınanlardan biri çökməlidir. Birinci şərt okeydir. Amma ikinci şərt ödənmir. Uşaqlar, burada kalsium NO3 ilə birləşir. Mən demişdim, nitrat turşusunun bütün duzları həll olur. Bir də kalium klor. Duzun tərkibində zaten natrium, kalium, NH4 varsa müzakirəsi. Uşaqlar, birinci şərt ödənsə də ikinci şərt ödənmir. Çünki ikisi də suda həll olan maddədir və reaksiya getməyəcək. Və ən nəhayət gəldi Y variantına. Uşaqlar, ümumiyyətlə məhlulda
reaksiyanın getməsinin iki şərti var da. Daha doğrusu şərtlər çoxdur. Çöküntü alınarsa, qaz alınarsa, ondan sonra zəif dissosiasiya maddə alınarsa, adı nədir? Zəif dissosiasiya maddə biz əsasən suyu götürürük. Məsələn, çöküntü qaz su deyirik adətən. NH4 xlorun üzərinə biz natrium OH gəlirik. Burada NH4 müsbət xlor mənfi, natrium müsbət OH mənfi. Burada natrium xlorla birləşir. Plus NH4OH. Yadınızda saxlayın. NH4OH alınan kimi dərhal nəyə parçalanır? İçərisindən su çıx uşaqlar. İçərisindən amonyak çıx. Nə istəyir? Məsələn, içərisindən NH3 çıxınır. Burada nə qalır? NH3 bir də su. Yəni amonyak qazına və suya parçalanır. Ona görə uşaqlar reaksiya nəticəsində deməli çöküntü, qaz, su alınarsa artıq məhlulda bu reaksiya axıra qədər getmişdir deməkdir və bu iki maddəni bir qabda saxlamaq olmaq cavab olacaq 7-də Y variantı. Və belə biraz da kimyaya yeni başlayan uşaqlar üçün bir tık çətin sual ola bilər, amma belə də yəni standart bir sualdır. Gələk 8-ci suala. Yazıq ki, uşaqlar, fikir verirsənsə, bu kimdirsə, deməli, həm turşinin edir, həm qələbinin edir və duz və su alınır. Duz və su alınır, uşaqlar. Deməli, ola bilməz deyir bu arada. Yəni, duz və su olmasında, yəni, məsələn, burada alüminium OH plus H-lordan, bəli, alüminium klorid plus su, bəli, duz və su alınır. Eynən də alüminium OH plus natrium OH-dan eyni qaydadır. Uşaqlar, burada cavab D variantı olacaq, deyəcəm nəyə görə. Çünki D variantı alüminium bunu belə deyək də, bunu bilməsən də buradan da tuta bilərsən. Alüminium plus H-lor reaksiyasından alınır alüminium, xlor 3, inşallah bir də hidrogen alınır. Ona görə olmaz. Və yaxud da eynən alüminium plus natrium OH da belədir. Natrium, deməli alüminium, O2 və hidrogen alınır. Yəni burada cavab D variantı olacaq 8-ci sualda. O birlərin niyə olmaz? Çünki o birlərin hamısında olar daha doğrusu, hamısında duz və su alınır, hamısında. Məsələn, burada sink O qoyursan, sink xlorla birləşir, duz, su. Eyni qaydanı burada da alınır. Məsələn, sinki bura qoyanda sink O plus natrium OH alınır. Natrium 2, sink O2 və plus nə alınır? Su. Eyni qaydanı bu birlər də belə. Hamısı belə. Məsələn, sink OH-ın qoydun bura. Sink klor 2 su. Burada qoydun yenə eyni qayda. Natrium 2, sink O2 və su. Alüminium 2 OH da eyni mahiyyətdə. Bu belə. Gələk növbəti suala. 9-cu sualda uşaqlar nəyə diqqət edəcəyik? Deyir, 1 mol H2 1 mol kalsium OH-ın qarşı tərsinə hansı duz alınır? Ümumiyyətlə, hörmətli şagirdlər, əgər siz əsas plus turşu reaksiyasını tam bilmirsinizsə, mənim dərs izahları playlistimə keçirirsiniz. Orada duzların alınması part 1 videosu var. Əsas turşu reaksiyası, onu izləyirsən və tam başa düşəcəksən. Deməli, və orada çox incə nüanslara toxunmuşam, məsləhətlidir, girib baxa bilərsən. Burada uşaqlar görürəm ki, əsas turşu reaksiyasında burada 2 dənə OH var, 3 dənə də H var. OH-ın sayı H-ın sayından kiçikdir, plusdakı H2PO4 turş duz verə bilər. 2 dənə OH H-ın ikisini götürür, əmələ gəlir 2 dənə su və yerdə nə qalır? Kalsium HPO4. Bu belə. Yəni burada əmələ gələn duz kimdir uşaqlar? Kalsium HPO4. 2 dənə H, 2 dənə OH-dan getdi, yerinə qalır, bir dənə kalsium qalır, HPO4 qalır. Kalsium hidroorta fosfat. Gələk növbəti 10-cu suala. Görək 10-cu sualda söhbət nədən gedir? Hansı reaksiyadan alüminium sülfat alınır deyir. Alüminium sülfat alınır deyir. Baxaq bir dənə götürək bunu. Alüminium sülfat alınır. Deməli, birincisində alüminium xlorid üzərinə gəlinsin natrium sülfat. Bunlar ikisi də duzdur. İki duzun reaksiya şərti nədir? Birincisi hər ikisi həll olmalıdır. İkincisi alınanlardan heç olmasa biri çöküntü olmalıdır. Buna diqqət eləmək lazımdır. Və bəli, burada birinci şərt okeydir. Yəni ikisi həll olur, amma reaksiya nəticəsində uşaqlar fərz edək alınır. Alüminium sülfat, alüminium SO4 nədir? Natrium xlor. Axı o vaxtda alına bilər ki, bu alüminium sülfatdan sonra gələn duz uşaqlar çöküntü olsaydı. İş orasında bunlar ikisi də çöküntü olmalıdır. Burada alüminium sülfat alına bilməz. Eynən D variantda onun kimidir. Eyni mahiyyətli şeydir. Burada da alüminium SO4 və ferromenoid alına bilərdi. O vaxt uşaqlar alına bilər ki, alüminium sülfatın yanında dayanan duz çöksəydi o zaman mümkün idi. Yəni ümumiyyətlə bunlar reaksiya getmirlər bir-birinə. Bu da gedir. Gələk növbəti bir məsələyə uşaqlar. B variantına baxaq. B variantda nə yazıbdır? Alüminium 2 bilirsiniz ki, amfotropistlərə qeyd olunur ki, onlar həm turşularla, həm də qələvlərlə reaksiya daxil ola bilir və bu zaman duz və su əmri. Bəli, həqiqətən də burada alüminium SO4 ilə birləşəcək. Alüminium 2 SO4 3 dəfə və plus H2. Özü qorxmayın, alüminium 3 variantı SO4 2 variantı. Yəni burada cavab olacaq B variantı. Bu bir variantlarda niyə olmuş? C variantı niyə olmur? C variantı mən sənə deyim, bu nüansa diqqət eləyinə. Uşaqlar, metalların fəallı sırasında
öndə gələn metal özündən sonra gələn metalı məhlulda duzundan çıxara bilir. Təbii ki, bu söhbət maqnezium qızıl arağına aiddir. Bunu da dərsiz anı bilmək istəyirsəniz, duzların alınması part 2 videosu var. Metal plus duz reaksiyasını ətraf şəkildə öyrənə bilərsiniz. Lövhə məsələləri tam başa düşmək üçün bizim həmin videomuza müraciət edə bilərsiniz. Burada da uşaqlar alüminium burada, natrium da burada. Yəni alüminium burada natriumu nə edə bilməz? Duzundan çıxara bilməz. Yəni bu reaksiya gedə bilməz. Və ən nəhayət sonuncuya gələndə alüminium 2OH plus SO2 yazılıb. Uşaqlar, ümumiyyətlə SO2 bilirsiniz də H2SO3-ün turşu anhidrididir, yəni ona uyğun gələn oksiddir. Lap belə getsə belə, burada uşaqlar alüminium sulfat yox, alüminium sulfit alınacaq. Alüminium deməli 3 valent SO3 də deməli 2 valent alınacaqdır. Alüminium 2 SO3 3 dəfə. Yəni lap belə getsə belə bu belə deyək də, hansı ki alüminium sulfat alınmayacaq burada. Gələk 11-ci suala. Hansı reaksiyada uşaqlar turş duz əmələ gəlmir deyir. Turş duz əmələ gəlmir. Uşaqlar, birinci növbədə bu turşların fəallıq sırasında bilirik ki, öndə gələn metal özündən sonra, öndə gələn turş özündən sonra gələn turşu nə edir? Duzundan çıxarırsan. Xlorid turşusu buradadır, karbonat buradadır. Ona görə uşaqlar, burada deməli xlorid turşusu karbonatı nə edəcək? Duzundan çıxaracaq. Və buna diqqət eləmək lazımdır. Burada natrium müsbət, CO3 deməli mənfi 2, H müsbət, xlor mənfi. Natrium xlorla birləşəcək və plus uşaqlar H2CO3. Ümumiyyətlə yadda saxlayın. H2CO3-dür, H2SO3-dür, bir də NH4OH-dır. Bunlar alınan kimi içərisindən su çox, yəni qaza və suya parçalanır. H2CO3 də nəyə parçalanır uşaqlar? CO2 ilə suya parçalanacaq. Yəni burada ümumiyyətlə cavab elə A variantıdır. CO2 plus deməli su. Yəni burada turş duz əmələ gəlmir birisi. Elə natrium klor normal duzdur. A variantı olacaq. Bu birlər niyə uşaqlar olur? Yəni turş duz oyun, onları sizə izah edeyim. Bax, yadında saxla yenə, çox əsaslı turşunun deməli duzu, normal duzu həmin belə deyək də turşu ilə reaksiya daxil olub, onu uşaqlar turş da sevilir. Yəni normal duzu turşdaşdırıb da lap loru desək. Üzərinə uyğun turşları turşdaşdırırıq onu. Məsələn, bunu 1-in 1-ə götürsən və bu formada götürsən, alınacaq kalsium HPO4. Və belə bir duz alınacaq. Aydın oldu mu? Əgər məsəl üçün birdən fosforu H2SO4-ü çox götürsən, 4 mol götürsən, bu zaman alınacaq kalsium dihidroortofosfat. Yaxşı, bunu fosfor dərsinə də bir dəfə keçəcək sonsuzda, bu belə bir şey. Bu belə. Məsələn, natrium karbonat plus uşaqlar, bu H2, bu CO2 ilə su uşaqlar karbonat turşusudur. Yəni natrium 2 CO3 plus H2 CO3 deməkdir. Yəni burada alınacaq natrium 2 H2 C burada bir dənə burada C2 3 bu da 3 6. 2-ni çıxart mötərizənin qabağına 2 natrium HCl. Yəni gördüyünüz kimi burada da alındı. Eyni qayda ilə uşaqlar, bax Y variantda eyni mahiyyətli bir şeydir. Natrium 2 H2, S burada bir dənə burada, S2, O8. 2-ni at qabağa, 2 natrium HSO4. Bu şəkildə yadda saxlaya bilərsən. İnşallah bu niyə olur? Turş duz əmələ gəlir. Bunu inşallah fosfor dərsini öyrənəcəksiniz. Deməli, burada kalsium sənə bunun ən bəsit formasını öyrədirəm, ən bəsit formasını. Kalsium SO4-də bu da 2, bu da 2. Yəni, bir dənə SO4, bir dənə kalsium istəyir, lap loru desək. 2 SO4, 2 kalsium istəyəcək. 2 SO4, 2 kalsium istəyir. O zaman nə əmələ gələcək? 2 dənə kalsium SO4 əmələ gələcək uşaqlar və yerdə nə qalacaq? Bir dənə kalsium qalacaq. Bu hidrogenləri görürsən, bu hidrogenləri. Və bu hidrogenlər belə qalacaq. H2 PO4 2 dəfə. Gördün? Bax, 2 dənə SO4, 1 kalsium 1 SO4-dən birləşəcək. 2 SO4, 2 kalsiumla birləşəcək. Getdi 2 kalsium SO4. Yerdə bir dənə kalsium qaldı. Bir başlı işlətsən görərsən. Bir dənə kalsium qaldı. Bir də burada 2 dənə H2 qaldı. Elə bunu belə yazanda, mötərizənin içinə atanda elə görürsən 2 H2 qalmış oldu. Və bu necə duzdur uşaqlar? Turş duzdur. Qeyd edilmiş uşaqlar, bu sadə superfosfatdır. Mineral gübrədir, fosforlu gübrədir. İnşallah gələcəkdə bunu bir daha da tanış olacaqsınız 11-ci sualda. 12-ci sualda yazır ki, hansı halda mis-2 xlorid əmələ gələrdir? İnşallah mis-2 xlorid bilməlisən ki, mis xlor2-dir, belə bir maddədir. Yəni 12-ci sualda baxıram ki, mis-2 hidroksitlə. İnşallah ümumiyyətlə mis-2 hidroksit birisi də budur, mis əsasdır. Üzərinə natrium C ilə gəlsək və duz və əsas reaksiyasının birinci şərt nə idi? Hər ikisi suda həll olmalıdır. Bəli, burada mis OH2 həll olmasa heç buna baxmağa ehtiyac yoxdur. Eyni qayda ilə uşaqlar, mis metalı ilə hidrogen xlorid qazını ümumiyyətlə mən sizə demişdim ki, mən yazıda deyil. Burada bu sıra var idi. Burada hidrogenə qədər yerləşən, hidrogen sonra yerləşən metallar var. Mis, C və gümüş. Platin qızıl ümumiyyətlə turşularına getmir. Bu mis, C və gümüş bu 3 dənə yetimin belə deyək, 3 dənə turşu dostu var. Nitratın qatısı, durusu, bir də sulfatın qatısı. Bir dənə bunlarla reaksiya edirlər. Qalanlarını getmirlər. Ona görə uşaqlar mis plus H-lor reaksiyası getməyəcək. Mis plus H-lor reaksiyası nədir uşaqlar? Deməli, getməyəcək. Ona görə bu variantlar getdi.
Və inşallah gəldik ən nəhayət D variantına. Mis metalı xlor mühitindən mis plus xlor 2. Bəli, həqiqətən də burada mis xlor 2 almaq mümkündür. Zaten duzların alınmasında da belə qeyd olunmuş ki, metalların halogenlərlə və kükürdlə birbaşa reaksiyasından biz duz ala bilərik. Və doğrudur. Və Y variantı. Y variantı ümumiyyətlə inşallah mis oksid plus kalsium Cl2 belə bir reaksiya mümkün deyil. Ümumiyyətlə bu reaksiya getmir. Yəni əsas oksid plus duz belə bir reaksiya biz öyrənməmişik. Gəldik 13-cü suala. 13-cü sualı götürək bir danışaq 13-cü sualda. 13-cü sualla bağlı sizə çox qəşəng bir yol deyəcəm, onu istifadə edeyim. Ağ rəngli X duzunun üzərinə natrium hidroksid məhlulu əlavə edib qızdıranda. Ümumiyyətlə uşaqlar, sizə bir dənə qəşəng tövsiyə var. Orta məktəb kimyasında çox işinizə yarayacaq. Hər hansısa bir duzun üzərinə qələvi gəlib, onun qaz söhbəti varsa, həmişə amonium duzlarına köhnənin. Bu çox işinizə yarayacaq. Və kəskin qaz deyir. Bax, kəskin qaz. Yəni, hər hansısa bir amonium duzuna qələvi ilə təsir edəndə, bəli, orada amoniak qazı alınır. Bu amonium ionunun təyini reaksiyasıdır. Amoniakı laboratoriyada belə alırlar adətən. Yəni, burada cavab ya A-dır, ya da Y-dir. Yəni, ikisindən biridir. Bu arada ion mübadilə reaksiyasını bilməyən uşaqlar bu sualı yazmasa da olar. Yəni, bunu indidən deyim, anons kimi deyim. Başa, cavab ya A-dır, ya da E-dir. Niyə görə? Çünki NH4 xlorun üzərinə biz natrium OH gələndə, uşaqlar, natrium OH gələndə, bax, burada natrium xlorla birləşir. NH4OH. Yadda saxlayın. NH4OH alınan kimi içərisindən amoniak çıxır. Nə alınır? Yerdə nə qalacaq? Amoniaka parçalanır. Bir də HOH qalır da burada. HOH. HOH da nədir? H2O-dur. Demək olar, həmişə yadda sax. NH4OH alınan kimi o amoniak və nəyə parçalanır? Suya parçalanır. Başa, gördüyünüz o kəskin qaz amoniak qazıdır. Və deyir ki, uşaqlar, bu arada burada da eyni mahiyyətli şeydir. Ha, burada da eyni şeydir. Burada natrium klorin yerinə natrium yod olacaq. Bu da əslində eləyir. Amma bunun ikinci şərti testin cavabını tapır artıq. Alınan məhlula gümüş 1 nitrat əlavə etdikdə ağ rəng çöküntü alır. İnşallah gələcəkdə öyrənərsiniz. Xlor, brom, yod. İnşallah bunlar təyin olunurlar gümüş müsbəti iyonu ilə. Gümüş 1 nitratı təyin olunur. Gümüş, xlor ağ rəngdədir uşaqlar, ağ rəngdədir. Gümüş, brom sarımtıldır. Gümüş yod isə sarı rəngdədir. Ona görə uşaqlar, burada söhbət gedir A variantından. Çünki NH4 xlorun üzərinə gümüş NO3, yəni gümüş 1 nitrat gələndə gümüş xlorla birləşir. Gümüş xlorla ağ rəngli çöküntüdür. Bir də NH4 NO3. Ona görə testimizin cavabı A variantı olacaq. Birdən desəydi sarı rəngli çöküntü uşaqlar, o zaman götürəcəkdik Y variantına. NH4 yodu götürəcək. Yəni, sırf orada testin ikinci hissəsi, belə deyək də, bizim məsələnin həll edib bitirir. Gələk 14-cü suala. Demək, 14-cü sualdakı, dediyim kimi, əsas turşu reaksiyasıdır. 50 dəfə sizə demişəm ki, əsas turşu reaksiyasını bilmək istəyirsə, duzların mənim dərs zala playlistimə keç, orada part 1 videosu var. Əsas turşu reaksiyası, axır ki, öyrəndim. O videoya bax, tam başa düşərsən bu söhbəti. Ferium OH üzərinə gəlinsin HNO3. İnşallah, burada nəyə diqqət eləyəsən? Burada deməli 3 dənə OH var, bir dənə də H var. Və biz bilirik ki, burada OH H-dan çoxdur. Əgər H-ın sayı OH-ın sayı H-ın sayından çoxsa, burada ne duz əmələ gəlir? Əsas duz əmələ gəlir. Yoxsa bizdə əsas duz əmələ etməsi üçün ferium OH üçün belə deyək də, belə bir şansı var. Çünki çox turşulu əsasdır. Bir dənə H, bir dənə OH ilə xoşbəxt olur. Və yerdə nə qalır? Ferium OH 2 NO3. Yəni HOH-ın birini götürür, qalanı qalır da. Və bu belə bir maddə alınır. Ferium OH 2 dəfə NO3, yəni 14 olacaq B variantı. Gələk 15-ci suala. 15-ci sualda nə istəyir bizdən? Hansı reaksiya getmir? Uşaqlar, ümumiyyətlə, mən sizə tövsiyəm, bax, turş duzdur, üzərinə natrium OH gəldi və mən həmişə uşaq zarafat edən bir sözüm var. Deyirəm, harada H götürün, OH-a birləşdir. Burada OH var, burada H. Onu neytrallaşdırırsan, uşaqlar. Əmələ gəlir natrium 2, CO3 və su. Yəni, bu reaksiya gedir, bu getdi. Mis sülfat plus natrium OH, bu duzdur, bu da əsasdır. Duz və əsasın reaksiya şərti nədir? Birincisi, hər ikisi həll olmalıdır. İkincisi, alınanda heç olmasa biri çölməlidir. Bəli, həqiqətən də mis sülfat SO4-ün 5 duzu həll olunur. Barium, kalsium, strosium, gümüş, qurğuşun. Və burada reaksiyanın əsasında nə alınır? Mis OH2 çöküntüdür, qələbə olmayan bütün əsaslar çöküntüdür və bu şəkildə. Yəni, bu reaksiya gedəcək. Gəldik C variantına, uşaqlar, əsası duzdur və maqnezium OH xlordur, plus H xlorla reaksiya. Burada H OH götürür, əmələ gəlir su, dərsizanda 50 dəfə demişəm. Və maqnezium Cl2. Bu da getdi. Amma uşaq D variantı olacaq. Niyə? Çünki maqnezium karbonat çöküntüdür. Duz və əsasın reaksiyasının birinci şərti nə idi? Deməli, hər ikisinin olmalı uşaqlar, suda həll olmalı idi. Ona görə, deməli, bu olacaq cavabımız. Çünki reaksiya getmir. Bu niyə olur uşaq? Çünki bu karbonat turşusudur. H2 diyoruz. Karbonat turşusu metasilikatı duzundan çıxarır. Əmələ gəlir natrium 2, CO3 və H2 silisium O3. Bax belə. Gələk növbəti
15-ci suala. Görə nədir 15-ci? Hansı formul doğru deyil uşaqlar? Deməli, hansı formul doğru deyildir? 16-cı, 15-ci sual. Bə 15 harada qaldı? Mən 15-i mi izah elədim indi? Mən nə aləm qatdım bir-birinə? Hə, 15-i izah elədim. İndi keçək 16-cı suala. 16-cı sualda hansı formul doğru deyildir uşaqlar? Burada biz baxırıq ki, NH4PO4-də uşaqlar bu 3 variantdır, bu da 1 variantdır. Bizə turşu qalan variantı itilmiş hidrogenlərin sayına bərabərdir. H2PO4 bir variant, bu da bir variant doğrudur. Bu iki variant, bu bir variant doğrudur. Ondan sonra bu bir variant, bu da bir variant doğrudur. Şu an D variantı səhv. Yəni belə bir birləşmə yoxdur. Yəni natrium OH klorda natrium müsbət 1-dir, OH mənfi 1-dir, xlor da mənfi 1-dir. Yəni bunların dediyinə görə. Yəni OH klor bir yerdə mənfi 2, natriumda müsbət 2. Yəni belə bir şey yoxdur. Ümumiyyətlə bir turşulu əsasına əsas duz verə bilər. Yəni bu mümkünsüz bir şeydir. Yəni sən natrium OH-dan əgər duz düzəltmək istəyirsənsə, burada belə deyək də, üzərinə H qoyacaqsan, burada OH götürüb hansısa normal duz alınır. Yəni bu əsası duz bizə verə bilməz. Diqqətli ol. Belə 17-ci sual hansı əsaslar həm normal, həm də deməli, əsası duz həm normal, həm də əsas duz verə bilər. Uşaq yadda saxlayın. Əsası duz verməsi üçün bir turşulu əsasları götürmürsən. Bir turşulu əsaslar əsası duz verə bilməzlər. Amma deməli, çox turşulu əsaslar, yəni OH-ın sayı minimum 2 olmalı. Bunlar həm normal duz verə bilərlər, həm də deməli, əsas duz verə bilər. Zaten dərs zamanında bunu qeyd eləmişik. 1, 2, 4 olacaq testimizin cavabı Y variantı. Gələk 18-ci suala. 17-dən oluşacaq. Y variantı oldu 17-də. Hə. 18-ci sualda da uşaqlar, mənim sizə tövsiyəm var. 18 və 19-cu sualları da müəyyən bir problem yaşaya bilərsiniz və mənim dərs izahları playlistimə keçirsən, orada siz deməli, duzların alınması axır öyrəndim. Part 2 videosu var. Orada uşaqlar metal plus duz reaksiyası var. Lövhə məsələləri adı altında. Onu izləyinlə bu söhbətlər tam başa düşərsən. Aşağıda burada deməli metalların fəallı sırasında maqneziumdan başlayaraq. Bax metalların fəallı sırası budur. İndi elə belə onsuz da izah edirəm. Metalın fəallı sırası budur. Maqneziumdan başlayaraq öndə gələn metal özündən sonra gələn metal uşaq suda məhlulda duzundan çıxara bilir. Aydın oldu mu? Maqneziumdan başlayaraq. Yəni bu əvvəlkilər bunu bacarmır. Deyəcəm nəyə görə. Burada uşaq həqiqətən alimin meso4 ilə birləşir və fermi çıxarır düppədüz. Amma uşaqlar B variantının yolu sulu məhlul deyil arkadaşlar. Sulu məhlul deyəndə həmişə beynində bunu saxla yenə. Burada su var. Sən bura kalsium əlavə edin, sonra kalsiumun nəyinə lazımdır dəmir üstü var? Kalsium suyu görən kimi ürəyə gedir onun üçün. Birinci neyindir kalsium? Kalsium gəlir su ilə reaksiyaya daxil olur. Əmələ gəlir kalsium OH2 və hidrogen alınır. İkincisi əmələ gələn kalsium OH2 də duzla reaksiyaya daxil olur. Ferium 2 SO4 3 dəfə ilə reaksiya və əmələ gələcək. Ferium OH3 bir də adı nədir? Kalsium sülfat. Bax belə. Yəni bu səhvdir uşaqlar. Belə bir söhbət yoxdur. Cavab B variantıdır. Bax buradan sonra bunu yazmışam. Bu düzdür. Ondan sonra bu da yeni qayda ilə ferium OH ilə birləşir. NH4SO4 bu da doğrudur. Ondan sonra gəldik. Sinkdə dedikdə sink belə dəmiri çıxara bilər. Sink SO4 plus ferium. Mütləq o dərs izahına bax. Baxmasan elə belə baxasan elə suala. Şimdi bunu izahına baxmayan adam çox ciddi sıxıntı yaşayır. 19-cu sualda hansı reaksiya tənliyi doğru deyil uşaqlar? Birincisi doğrudur. Sink ümumiyyətlə bilirsiniz ki, hidrogendən qabaqda yerləşən metallar turşulardan nə edir? Hidrogen çıxara bilirlər. Hansı ki, nitratın qatısı, durusu sülfatın qatısından başqa. Və həqiqətən bu doğrudur. Amma uşaq bu B variantı səhvdir. Çünki doğru deyil B variantı. Çünki mis uşaq sinki çıxaramaz. Axı bu da qudurun böyükdür. Sıra var, böyük var, kiçiyi var, elə olmaz. Axı burada adı nədir? Mis buradadır. Sink buradadır. Nətər olur mis sinki duzundan çıxartmış? Uşaq səhv söhbətdir. Olmasın. Yəni ona görə cavabımız B variantı. Bunlar sink plus uşaq orta aktiv metallar su ilə reaksiya edəndə oksid və hidrogen alınır. Düzdür. Sink quruluşunu çıxara bilərmi? Bəli. Bu da uşaq adi bildiyimiz reaksiya duz və əsas reaksiyasıdır. Və sink xlor 2 plus natrium OH və reaksiya nəticəsində sink OH2 çöküntü və natrium klor alınır. Gələk 20-ci suala. 20-ci sualda dediyim kimi uşaqlar. Hansı sırada olan bütün metallar plümbium enoid məhlulundan plümbiumu çıxara bilir. Ondan əvvəldə yerləşməlidir. Amma bu şərtlə aktiv olmamalıdırlar. Uşaqlar, bax bunu yadında saxlayın. Məhlulda bir-birinin duzundan çıxarma söhbəti maqneziumdan başlayır. Dərs izahına bax, orada var onsuz da. Bax belə. Yəni biz buna baxmalıyıq ki, deməli quruluşunu kim çıxara bilər? Bax bunlar çıxara bilər. Bax bundan əvvəl. Amma bunlar yox, aktiv metallar olmaz. Səbəbi də aktiv metalı sulu məhlulda duzla, su ilə reaksiya daxil olur. Ona diqqət edin, amanın günüdür. A variantı uşaqlar natriuma görə getdi. B variantı mis olmaz. Mis ondan sonra da deyə getdi. C variantı eyni qayda ilə.
D variantı kalium, kalsium nə olsun ki, şeydən qabaqdadır, nədir onun da, plümün qabaq. Aktiv metala bu söhbətə girmirlər. Cavab Y variantıdır. Həqiqətən də bax, sink, dəmir, maqnezium. Bir dənə fikir ver bura. Bir dənə fikir ver. Sink, dəmir, maqnezium. Hamısı maqneziumda başlama, maqneziumda daxil olmaqla bu söhbət başlayır. Öndə gələn maqnezium, sink, dəmir. Görsən, plümbium da buradadır. Bunlar plümbiumu duzundan sıxışdırıb çıxardıb qovalayıb gedir. Bu belə. Gələk 21-ci suala. 21-ci sual nədir? Hansı maddə həm natrium OH, bunu götürək desəm bu uzun dərə suala oxşuyur. Hansı maddə həm natrium OH deyir, həm də ki, adı nədir? Həm də fluorid turşusuna reaksiya daxil. Uşaqlar, kalsium OH2 bilirik ki, əsasdır və bu amfoter filan da deyir. Ona görə iki dənə əsas o vaxt bir-birinə reaksiya gedə bilərsə, mütləq bu amfoter olsaydı gedərdi. Sözü, kalsium OH2 fluorid turşusuna gedir. Zaten bir əsasın ən xoşbəxtliyi turşu ilə reaksiyadır. Yəni burada 2 mol götürsən 2 dənə H, 2 dənə OH-dan 2 dənə su edir və yerdə qalır kalsium CL2. Ona görə bu olmaz uşaqlar. Gəlirəm B variantına uşaqlar. Met orta aktiv, bir də o pasiv metalların əsası duzları uşaqlar. Həm turşularına gedir, həm də əsaslar qərardan reaksiya daxil ola bilir. Bu qaydada da yazılıb bu arada. Məsələn, bunun üzərinə natrium OH gəlirsən uşaqlar. Gedir, nə tərlidir? Bax, xlor mənfidir, mis OH müsbət. Natrium müsbət, OH mənfi. Natrium xlora birləşir uşaqlar. OH gedir, bura birləşir. Olur nə? Mis OH2 gördün daxil oldu. Bir ustaşı olan mis OH xlorun üzərinə H-xlor deyəsən gedir. Burada H OH götürür. Əmələ gəlir su, bir də yerdə mis flor 2. Yəni testimizin cavabı olacaq B variantı. C variantı niyə olmuş? Çünki NH3 əsasdır. Əsas da əsasdan getməz. Sözü NH3 H xloruna gedir reaksiya. Olur NH4 xlor. Bu belə. Amma ki, alüminium klorid niyə olmuş? Alüminium klorid alüminium natrium OH-dan gedir. Söhbəti yox. Çünki suda həll olan duzdur. Duz əsas reaksiyanın şərti nədir? Birincisi əksi həll olsun, ikincisi alanda bir çöküntü olsun. Həqiqətən bu gedir. Əmələ gəlir alüminium OH çöküntü, bir də natrium Cl. Bu gedir. Amma alüminium klorid uşaqlar H-xlorla getmir. Gedib ki, nə olacaq ki? Getmir, yəni mümkün deyil. Yəni bu duzdur. Ümumiyyətlə bu tip reaksiyanın baş verməsi üçün, yəni bir turşu nə vaxt öz duzu ilə reaksiya gedə bilər? Bu uşaqlar çox əsaslı turşunun normal duzları bunu bacarır. Məsələn, bu olsaydı gedərdi. Natrium 2SO4 plus H2SO4 olsaydı gedərdi. Çünki bu turş daşacaq. Amma H-xlorun turş duzu yoxdur. H-xlor bir əsasdır. Gəldim Y variantına. Y variantında uşaqlar niyə olmur? Bəs Y variantında kalium 2CO3 uşaqlar natrium OH-dan getməz. Duz və əsas reaksiyasının ikinci şərti ödənmir. Çünki çöküntü alınır. Tərz edək gedir. Kalium OH, natrium 2CO3 axı ödənmədir şey. Ona görə getmir. Amma sözü kalium 2CO3 H-xlorla gedir. Klorid turşusu karbonatdan gücdən duzundan çıxar. Bu müsbət. Bu 2 mənfi H müsbət, xlor mənfi. Kalium nə ilə birləşir? Xlorla birləşir. H2CO3. Bu da nəyə parçalanır? Karbon qazına və suya. Gələk növbəti suala, 22-ci suala. Hansı halda deyir uşaqlar, əsasi duz alına bilərdir? Əsasi duz alına bilər. Gəlin bunu götürək, görək başımıza nə gələcək. Gəlin başlayaq bunları bala-bala izah eləməyə. Uşaqlar 2 mol natrium OH, üzərinə gəlinsin, deməli, natrium hidrokarbonat. Ümumiyyətlə, uşaqlar, əsas duz verməsi üçün bizim əsasımız ən azı OH2-dən olmalıdır. Yalandan, yəni bunun qabağına 2 yazmaq nə eləmən olmur bu işdə. Natrium hidrokarbonat uşaqlar 1 molu, onsuz da natrium OH-ın 1 molu ilə reaksiya daxil olacaq. Burada bir dənə OH var, bir dənə H götürdü, əmələ gəldi su və yerdə natrium 2 CO3. Və burada natrium OH-ın 1 molu da artıq qalacaq qabda. Yəni bu, natrium OH-ın 1 mol istifadə olunacaq, 1 mol natrium OH içində burada çöldən baxacaq. Yəni daxil olmayacaq reaksiya. Gəldim uşaqlar. Növbəti olaylara, hörmətli şagirdlər, siz əgər əsas plus turşu reaksiyasını yaxşı başa düşməmisinizsə, mütləq şəkildə dərs izahları playlistimə daxil olursunuz. Orada duzların alınması part 1 videosuna baxırsınız. Ondan sonra ayda öyrəndim deyəsən. Və heç vaxt problem yaşamayasın. Əsas duz alınması uşaqlar, birinci baxıram B variantına. Mis OH2 üzərinə gəlsin 4 dənə HCl. Bax uşaqlar, burada səni çaşdırırlar, səni burada hərfləyirlər, aldadırlar səni. Bu uşaqlar yalandan 4 dənə H verməklə deyil, burada 2 dənə H. Sən deyə bilməzsən burada turş tuzağını. Yadda saxlayın uşaqlar. Bir əsaslı turşunu yalandan molunu çoxaltmaqla və yaxud da ki, bir turşulu əsasın molunu soruşmaqla, daha doğrusu çoxaltmaqla orada heç vaxtı nəticəyə getmək olmur. Çünki yalandan bunun qabağına 4 yazmağına deyil. Nə olsun 4 dənə H var burada. Sən soruş gör H-xlor turş tuz əmələ edə bilər. H-xlor mənim söhbətdən xəbərim yoxdur. Yəni, bu yalandan çox deyirlər. Bu kimi hallarda bəs müəllim nə eləyək? Onu da sizə öyrədirəm. Bu zaman həmişə normal duz alınır. Bax, H-xloru belə yazsın.
2 dənə OH, 2 dənə H deyil. Bax belə yazsın. 2 dənə H-lar burada artıq qaldı. Uşaq mütləq tərcizləmə bax. 2 dənə H-dan 2 dənə OH nə edəcək? 2 dənə su eləyəcək və yerdən nə alacaq? Mis xlor 2. Və H-florun 2 molu burada artıq qalacaq. 2 mol H-flor burada artıq qalacaq uşaqlar. Bax ona diqqət eləməlisiniz. Yəni reaksiya baş verəcək, bitəcək, normal duz alınacaq su, bir də H-florun artıq qaldı. Yəni bu B variantı. Gəldi C variantı, heç bunu müzakirə ehtiyac yoxdur. O H-ın sayı H-ın sayına bərabərdir. Burada neytrallaşıb normal duz verəcək. Burada 2 dənə OH var, 2 dənə də H var. Bu nə olacaq? 2 dənə su olacaq və yerdə də kalsium SO4 qalacaq. Bu da getdi və gəldi ən nəhayət yenə də səni aldadan daha bir sual. Daha bir sual. Şəbə aldadılar səni burada. Yalandan 2 natrium OH yazıbdır. Sən də saf-saf deyərsən ki, əsas duz alınır. Çünki 2 dənə OH var, 1 dənə H var. Daha demir ki, bu bir turşulu əsas duz verə bilməz. Bu kimi hallarda ancaq normal duz alınır. Bunu belə yazsan, natrium OH üstə gəlinsin H olur. Natrium OH-ın birinin aşağısı deyəsən, yəni artıdır, qoy səni çaşdırmasın. Bir dənə H, bir dənə OH-ı götürür. Əmələ gəlir H2O və yerdən natrium klor. Uşaqlar, buna diqqət eləməyiniz kifayətdir. Plus natrium OH artıq qaldı uşaqlar. Qabda artıq qalacaq. Amma Y variantı elə deyil. Burada neçə dənə OH var? 2 dənə OH var. Bir dənə də burada H var. OH-ın sayı H-ın sayını artır. Plus da əsas duz verə bilər. Çünki bu çox turşulu əsasdır. H OH-ın birini götürdü. Getdi qonaqlığa. Yerdə nə qaldı? Kalsium, OH, Cl. Belə. Yəni kalsium hidroksixlorid 22-də olacaq. Y variantı diqqətli olaq, amanın günüdür. Gələk növbəti uşaqlar 23-cü suala. Görə 23-cü sualda nə istəyir? Bir hansı reaksiyanın turş duz əmələ gələ bilər. Uşaqlar, zaten bu bir turşulu əsasdır. Bu da bir əsaslı turşudur. Bunlardan heç vaxt turş duz əmələ gələ bilməz. Yəni bu turşunun bu potensialı yoxdur. Burada ancaq normal əmələ gələr. Natrium, klor və su bitdi. Gələk buna bəli, uşaqlar, cavab B variantıdır. Çox əsaslı turşunun normal duzun üzərinə uyğun turş gəldi, onu turşdaşdırırsan uşaqlar. Bir sənə yadda saxlayırsan bunu. Natrium 2, H2, S2 qardaş-qardaşa belə şeylər öyrətmir. 4 bölü 4 8. Qabağa at 2-ni qabağa. Bu şəkildə. Daha bu təkrar sülfatına getmir. Çünki da turşdaşdı. Məsələn, burada C variantında uşaqlar, burada deməli niyə olmur? Çünki 2 dənə OH var, bir dənə H var. Deməli, bu əsas duzlanacaq. H OH-ın birini götürür. Yerdə nə qaldı? Magnezium, OH, NO3. Mütləq dərs izahlarına baxmayın burada. Bir dənə OH, bir dənə H götürdü. Əmələ gəldi su və yerdə nə qaldı? Kalium 2 SO4, sağ ol. Sonra bir dənə H OH-ın birini götürdü. Oldu H2O və yerdə nə qaldı? Kalsium, OH burun. Bu necə duzdur? Əsası duzdur. Bu normal duzdur. Bu əsası duzdur. Amma bu necə duzdur? Turş duzdur. Yuxarıda yazmışdım. Bu normal duzdur. Gələk 24-cü suala. Görə 24-cü sualda nə edəcək uşaqlar? Molyar kütləsi 81 qram bölümü olan HX turşusu ilə molyar kütləsi 58 qram bölümü olan YOH2 əsasının reaksiyasından alınan normal duz. Yaxşı. İndi qulaq as mənə. Yazıram YOH2 üzərinə gəlsin HX. Uşaqlar, əgər əsas turşu reaksiyasında normal duz alınıbsa, bu neytrallaşmadır. Burada OH2-dənsə bunun qabağını 2 alır. Niyə? Çünki 2 dənə OH-dan 2 dənə H nə eləyəcək? 2 dənə su eləyəcək və yerdə nə qalacaq? YX, bir sənə Y2 variant, X də 1 variant. YX2. Həm də burada 2 dənə X qalır da. 2 dənə H, 2 dənə OH götürəndən sonra 2 dənə X qalır da burada. Deməli, normal duz alındı. YX2 plus 2 dənə su alındı. Bundan sonra nə eləyərsən? Deməli, bu 58-dir. Bu 82 ola bax, HX-in emeri 81-dir. Amma qabağında 2 var deyə 2-ni vurursan 81-ə. Bunu bilmirəm nə qədərdir. Su 18-dir. 2-ni də vuram 18-də 36. Maddə kütləsinin saxlanması qanununa görə reaksiya girən maddələrin kütlələri cəmi alınan maddənin kütlələri cəmlə nədir? Bərabərdir. Deməli, uşaqlar nə edirəm? 2-ni vururam 81-ə, üstə gəlirəm. 58 uşaqlar 220. Ondan da çıxıram 36. Cavab verəcək 184 cavab olacaq C variantı. Belə bir sual. Gələk uşaqlar növbəti 25-ci suala görə 25-ci sualda nə istəyir bizdən? Deyir, kalsium hipoxlorid. Uşaqlar, burada çətin bir məqam yoxdur. Siz burada nəyə diqqət eləməlisiniz? Hipoxlorid turşusu nədir, qardaş? H-xlor odur. Bunun turşu qalığı xlor odur, elə deyil. Gətirib bunu kalsiumla xlorun yan-bayan qoydum. Bu iki budadır. Deməli, hipoxlorid budur. Bu getdi. Ondan sonra kalsium dihidroortofosfat. Demək, ortofosfat turşusu bilirsən ki, H3PO4-dür. Bundan bir hidrogen qoparandan sonra alınan bu hissəyə biz dihidroortofosfat deyirik. Gətirəcəm kalsiumla H2PO4-ü yan-bayan qoydum. Bu iki variant, bu da bir variant, bu birisi bu. Və ən nəhayət gəldim hidrokarbonat. Sonra karbonat turşusu H2CO3-dür. Bunun hidrokarbonat deyirsə, bunun hidrogeni birini çıxardıb, birini saxlayıblar. Gəldim kalsiumla H2CO3-ü yan-bayan qoydum. Bu iki, bu da bir, bu da belə. Gör, harda var belə bir cavab? Gör, harda var belə bir cavab 25-də. Bir dənə mən də baxım diqqətlə. C variantına bir dənə bax. Şu sadəcə oynayan xlorun yerini dəyişəcək. Böyle nə fərqi var ki? Başı daşa vur, daşı başa vur. Onsuz da eyni şeydir. Bax, burada cavab olacaq deməli C variantı. Gələk növbəti 26-cı suala. Hansı sırada maddələrin formulları
doğru göstərilmişdir. Uşaqlar, burada çətin bir şey yoxdur, qardaş. Bax, H3PO4 var, H3PO4. Bunun 3 dənə turşu qalığı var. H2PO4 bir əksi dihidroortofosfat, HPO4 2 əksi hidroortofosfat, PO4 3 əksi sadəcə ortofosfat. Sən burada nəyə diqqət edəcəksən? Uşaqlar, bax, deməli bu dihidrodur. Bu hidrodur, bu da sadəcə ortofosfatdır. Dihidroortofosfat, hidroortofosfat, ortofosfat. Amonimdə bilməlisən bir valentdir. Məsələn, amonim ortofosfat deyir. NH4 ilə PO4-ü yan-bayan qoydum. Bu 3, bu da bir sal. Bitdi. Amonim dihidroortofosfat demir. NH4 ilə neyin yazsan? Dihidro desə H2PO4-ü yan-bayan qoydum. Bu 1, bu da bir ayaqlara heç nə yazılmadı. Amonim hidroortofosfat deyir. Neyin yazsan? NH4 ilə HPO4-ü yan-bayan qoydum. Bu 2 variant, bu 1 variant. Bunu mötəzə ayağına 2 yazarsın. Belə. Şurada deməli amonim ortofosfat budur. Amonim dihidroortofosfat budur. Amonim hidroortofosfat da budur. Görə hansı variantda var 26-da bu? C variantında. Amonim ortofosfat, amonim dihidroortofosfat, amonim hidroortofosfat. Bu belə. Gələk 27-ci suala, görə 27-dən eləyəcək. Hansı duzun adı doğru deyil uşaqlar? Burada nəyə diqqət eləməlisən? Natrium hidrosülfat. Uşaqlar, bu doğrudur. Çünki bilirsən də H2SO3-dən bir hidrojeni çıxarıblar da. Bu artıq natrium hidrosülfatdır. Bu doğrudur. Yəni birinci doğrudur. Natrium permanganat. Bu da doğrudur. Niyə? Çünki H manqanodur, permanganat turşusudur. Bunun turşu qalığı budur. Natriumunu gətirib yan-bayan qoyublar. Bu da bir, bu da bir. Ayaqlara heç nə yazılmayıb. Bu da doğrudur. Natrium metafosfat bu da doğrudur. Çünki HPO3 turşusunun turşu qalığı PO3-dür. Natriumla yan-bayan qoyublar. Bu da bir, bu da bir, bu da doğrudur. Gələk natrium hidrosülfit, H2S-də bilirsən bunun turşu qalığı HS-də hidrosülfit deyirsə, natrium yanbayan qoydum, bu da əla. Amma uşaqlar, Y variantı niyə səhvdir? Hə, hidrosülfit deyir, düz deyir də. Və Y variantı deməli, başa düşməliyəm burada. Natrium permanganat doğrudur, natrium manganat. Burada səhv hansı oldu? Hansı oldu səhv? Ay, 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 natrium hidrosülfat vermiş uşaqlar, it olmalı idi, üzr istəyirəm. A variantıdır. Ay, 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 hidrosülfit demirmiş uşaqlar. A variantı olacaq. Necə gözümdən qaçdı. Uşaqlar, sülfat olması üçün 4 olmalı idi. Bu Y variantı niyə doğru? Çünki H2 manqano4 manqanat turşusudur. Bunun turşu qalığı manqanı 2 mənfi. Natrium yanbayan qoydum. 2 buraya yazdı, bir də yazılmadı. Uşaqlar, gəldi növbəti 28-ci suala. Hansı adı maddələr doğru adlandırılmışdır? Bilirsiniz ki, normal duzları adlandıran zaman metalın adı, əgər dəyişən oksidaşma dərəcəsinə sahibdir, mötərizə oksidaşma dərəcəsi, sonra turşunun adını deyirik. Bax bura, alüminium olsa sabitdir, alüminium nitrat. Söhbətdir, alüminium nitrat. Bəs bu nədir? Alüminium uşaqlar, bax, dihidroortofosfat. Turş da adlandıran zaman hidro və dihidro sözlərindən istifadə olunur. Burada 2 hidrogen var, nə deyəcək biz buna? Dihidroortofosfat. Bu da hansı variantlar uşaqlar 28-də? Bir dənə görün. Elə A variantındadır. Alüminium nitratdır. Bu da alüminium dihidroortofosfat. Gələk növbəti 29-cu suala. Görə 29-da nə edəcəyik? Kalsium, kalium ortofosfat. Uşaqlar, ortofosfat turşusu bilirsiniz ki, H3PO4-dür. Kaliumla PO4-ü yan-bayan qoyursan, bu 3, bu da bir kalium 3PO4 getdi. Magnezium hidrosülfat. Magneziumla H2SO4-ü yan-bayan qoydum. Bu 1, bu da 2, bu da 7. Və gəldik kalsium hidroksobromiddir. Uşaqlar, bu da ki, adı nədir? Kalsium OH brom olacaq. Çünki brom bilirsiniz mənfi 1-dir. Kalsium OH da bütövdən mənfi 1-dir və kalsium da müsbət 2-dir. Yəni cavab olacaq 29-da B variantı. Və belə. Və gəldik ən nəhayət 30-cu suala. 30-da nə edəcəyik uşaqlar? Bizə dəqiqə 30-da nə edəcəyik? Demək, 30-cu sualda bizə nə veribdir? Hansı deməli sırada yalnız bir valentli metalın ortofosfat turşusu ilə əmələ gətirdiyi deməli duzların formulunu soruşur məndən. Arkadaşlar, ortofosfat turşusu H3PO4-dür. Bunun turşu qalığı 3 dənədir. H2PO4 mənfi, HPO4 2 mənfi, bir də PO4 3 mənfi. Və bir valentli metal, məsələn, X deyildi, gətirib qoyuram buradan yanına. XH2PO4 uşaqlar. Bu da bir valent, bu da bir valent, ayaqlara heç nə yazılmır. XHPO4. Bu 2, bu 1, bu belə. Və XPO4 uşaqlar, bu 3, bu da bir, belə olacaq. Gör, harada var belə bir cavab uşaqlar 30-da. Nə C variantına bax. Görürsən, burada düz yazıblar onlara. Bax, X2HPO4, sonra XH2PO4, bax bu şəkildə. Yəni, sözü bunu verməyiblər, olsun da. Hər hansısa duzunu istəyir onsuz da. Gələk 30, deməli, birinci sualda nə istəyir uşaq? 31-ci sualda da əslində mahiyyət etibarı ilə eyni sualdır. H3PO4 də yenə də bunun turşu qalıqları H2PO4 mənfi, HPO4 2 mənfi, PO4 3 mənfidir uşaqlar. Gətirəm bunu 2 valentli metaldan yan-bayan qoyuram. X H2PO4. Bu 2, bu da 1, bu formada.
X HPO4 bizə dəqiqə. X HPO4 deməli bu da 2, bu da 2 əlavə heç nə yazılmır. X deməli PO4 uşaqlar bu 2, bu da 3 olacaq X3 PO4 2 də. Və gör hansı variantda var uşaqlar 32-də, daha sonra 31-də elə A variantında var. X HPO4 fikir ver, doğrudur və X HPO4 doğrudur. Bax belə. Keçək növbəti 32-ci suala. Uşaqlar yazır ki, hansı sıradakı bütün duzlar suda yaxşı həll olur? Ümumiyyətlə, mənim sizə super tövsiyəm duzun tərkibində natrium, kalium, NH4, NO3 varsa müzakirəsiz cavab el hava variantı. Çünki bunların hamısının tərkibində bu dediyimiz nüanslar var. D variantı uşaqlar barium sülfata görə həll olunur. C variantı kalsium karbona görə həll olunur. D variantı gümüş klor çöküntüdür. E variantı PbSO4 çöküntüdür. Bu belə. 33-cü sualda yazır ki, hansı halda əsasla turşunun göstərilən mol nisbətindən turş duz əmələ gələ bilər? Uşaqlar, bunun üçün də deməli duzların alınması dərs izlala playlistinə keçirsən, part 1 videosu var, duzların alınmasını axır ki öyrəndim, o videoya baxırsan. Orada mən bunun haqqında ətraflı danışmışam. Uşaq, turş duz əmələ gəlməsi üçün turşu çox əsaslı olmalı birincisi. Ona görə Y variantına, C variantına ümumiyyətlə baxmaq lazımdır. Çünki bunlar bir əsas turşulardır. Heç bunlar turşsuz verməyəcəklər onsuz da. Burada baxıraq 2 dənə OH, 2 dənə H uşaqlar. Burada normal duz əmələ gələcək. 2 dənə H-dan 2 dənə H, 2 dənə su edir və yerdə barium SO4 alınır. Yəni burada normal duz alındı. Uşaqlar bax budur. 2 dənə OH var, 3 dənə H var. OH-ın sayı H-ın sayından kiçikdir və plus da orta fosfat turşu turş duz verə bilər. 2 dənə OH, 2 dənə H-dan olur 2 dənə su və yerdə nə qaldı? Kalsium HPO4. Yəni bu da kalsium hidroorta fosfatdır, yəni B variantıdır. Bu niyə olmur uşaqlar? Çünki burada əsas duz əmələ gəlir. Burada 2 dənə OH var, 1 dənə H var. Burada H2 əmələ gəlir. Bir də barium OHCl. Burada niyə olmur? Neytrallaşır. 2 dənə H-dan 2 dənə OH, 2 dənə su edir və yerdə kalsium SO4 qalır. Və bu da 3 dənə H-dan 3 dənə OH neytrallaşır. 3 dənə H2O və yerdə alüminium NO3 3 dəfə alınmış olacaq. Belə 34-cü suala baxaq. Hansı halda əsasla turşunun göstərilən mol nisbətində əsasi duz əmələ gələ bilər? Əsas duz əmələ gəlməsi üçün bizim birinci əsasımız çox turşulu olmalıdır. Bəli, bütün variantlarda çox turşulu əsas veribdir. İndi baxacağıq. OH-ın sayı H-ın sayından çoxdursa, əsas duz verəcək. Bu neçədən OH var? 6 OH, 6 H bu uşağın normal duza, neytrallaşmalıdır. Və yerdə nə qalacaq? 3 dənə kalsium qalır, 2 dənə PO4 qalır uşaq. Kalsium 3, PO4 2. Bu getdi. Gəlin növbəti uşaqlar əsasdır. Bir dənə B variantına bax. 2 dənə OH, 2 dənə H. Bu da neytrallaşır. 2 dənə su əmələ gəlir. Bir də yerdə kalsium Cl2. Bu da olmadı. C variantına baxaq. 2 dənə OH var, 1 dənə H var. Bəli. H OH-ın birini götürdü. Oldu H2O və yerdə nə qaldı? Kalsium, OH, NO3. Gəlirəm burada 2 dənə OH, 2 dənə H nə verəcək bizə? 2 dənə su verəcək və yerdə kalsium SO4 qalacaq. Burada da uşaqlar deməli normal duzdur. Burada 2 dənə OH var, 4 dənə H var. Burada turş duz əmələ gəldi uşaqlar. Turş duz. Əmələ gələcək kalsium hidrosülfat 2 dəfə, bir də 2 dənə su. Gələk 35-ci suala. Hansı halda turş duz alınar deyir uşaqlar? Turş duz alınması üçün deməli baxıram. Ümumiyyətlə turş duz alınması üçün turşu çox əsaslı olmalı. Y variantı heç baxmağa ehtiyac yoxdur. Və bu barədə mənim izahımda var. Dedim də part 1 videosu get baxçından təmiz öyrənməzsən. Burada uşaqlar neçə dənə turş duz alınar deyir. Təbii ki, burada elə cavabımız A variantı olacaq. Niyə görə? Lap belə 2-2, lap belə 1-1 götür. Nə fərqi var ki? Natrium OH-ın üzərinə H2SO4 gəlirsən. Burada OH bir dənə, H2 dənə. OH H-ın birini götürdü. Oldu H2 və yerdə nə qaldı? Natrium HSO4. Sadəcə 2 mol götürsən, bunları 2 dəfə artırarsan da hamısı. Məsələn, 10 gəlir 35-də olacaq deməli A variantı. Bu bilən niyə olmur uşaqlar? Çünki burada mən həmişə şagirdlərə deyirəm. Burada neçə dənə burada neçə dənə deməli H var? 4 dənə H var, 4 dənə də OH var. Uşaqlar bu neytrallaşacaq. Burada normal duz alınacaq. Elə bil ki, natrium 2 SO4 alınacaq 2 dənə, bir də 2 dənə də burada su çıxacaq. O belə. Hətta 4 dənə su çıxacaq. Çünki 4 dənə OH, 4 dənə H. Ondan sonra burada eyni qayda ilə burada ümumiyyətlə uşaqlar, burada C variantında 2 dənə H var, 4 dənə OH var. Burada artıq əsas düz əmələ gələcək. 2 dənə su çıxacaq buradan uşaqlar. Yerdə bilsin nə qalacaq? Kalsium, OH, 2 dəfə SO4. Mütləq izaha bax, izaha baxmasa anlaş şey deyil. Burada 3 dənə H var, 3 dənə OH var. 3 dənə su əmələ gələcək və yerdə yazarsan kalium 3 PO4. Bu da getdi. Y variantda bunu yalandan çox veriblər. Burada adı nədir? Həmişə çox bir əsası turşunun molunu artıq verəndə, yalana H-ını çox verəndə beynivə danq eləsin. Ancaq normal duz alına bilər. Orada heç vaxtda turş duz alınmaz. Burada alınacaq deməli bunu belə yazsan. 2 dənə natrium OH üstə gəlinsin. 2 dənə H klor. H-ların birinin aşağısını yaz. Artıq çünki. 2 dənə OH-dan 2 dənə H nə edəcək? 2 dənə su eləyəcək və yerdə natrium klor alınacaq. Bax belə. Diqqətli ol günə. Və burada H-lor nədir? Artıqdır.
Və uşaqlar gəldik, yəni 1 mol H-var reaksiyada artıq qalacaq, qabda artıq qalacaq. Gəldik ən nəhayət 36-cı suala. 36-cı sualda nə edəcəyik uşaqlar? 49 qram sülfat turşunun tamamilə turşuda çevrilməsinə. Baxın uşaqlar, sülfat deməli biz kalium OH-ın üzərinə H2SO4 gəlirik. Turş duz olmaz uşaqlar, kalium HSO4 olmalı. Çünki sülfat turşusu bilirsiniz ki, 2 əsas turşudur. O turşu qalıb HSO4 götürsək, bu hal mümkün ola bilər. 49 qram sülfat turşusu. Bura 49 yazıram, bura X yazıram. Sülfat turşusunun 1 mol nə qədər? 98-dir. Kalium OH nə qədərdir? 56. 8 dəfə azalıb uşaq 98. 2 dəfə azalıb. O zaman X-i tapanı 56-nı 2 dəfə azaldıram 28 olacaq B variantı. Ha, belə. Gələk uşaq növbəti 37 və 38-ci sualları götürək ki, izah eləyək. 37-ni əvvəl izah eləyək. Bu da reaksiya çoxdur biraz 37-də. Hansı halda uşaq deyir, turş duzu alınır, deyir, alınmır, deyir. Uşaq birincisi alınır. Çox əsaslı turşunun normal duzdur. Üzərinə gəl həmin turşu turş duz verir. Bildiyim toplama. Natrium 2, H2, S burada bir dənə, burada bir dənə. S2, O8. 4 dənə burada, 4 dənə burada. 2 nat qabağa 2 natrium H4 alınır. Ondan sonra gələk uşaqlar B variantı əsas turşu reaksiyasıdır. Burada OH-ın sayı 1-dir, H-ın sayı 2-dir. Burada əsas əmələ gəlir. OH H-ın 1-ini götürdü, oldu H2O və yerdənə qaldı. Natrium HSO4 əladır. Gələk uşaqlar burada C variantında da kalsium OH-ın üzərinə CO2 gələndə uşaqlar burada part 3 videosu duzların alınmasında dərs izahlarıma keç, bunlara baxın, bunlar önəmli şeylərdir. Burada normal duz alınır, cavab olacaq deməli C variantı. Bu birisi niyə olmuş? Bu birisi niyə turş duz alınır? Çünki burada 2 dənə OH var. 6 dənə H var. Burada artıq H-ın sayı, o H-ın sayına çox olunca turş duz əmələ gələcək. Əmələ gələcək kalsium H2PO4 2 dəfə və 2 dənə su. Ən nəhayət sonuncu bax. Bu uşaqlar H2CO3-dür. Bu da bir sənin çox həssaslı turşunun normal duzu plus turşu. Bizə nə verəcək? Turş duz. Əmələ gələcək maqnezium H deməli 2 C2O6. Bunu da belə yazacaqsan. Maqnezium HCO3 2 dəfə. Yəni cavab olacaq orada C variantı. Onsuz da demişdim. İndi gələk 38-ci suala. Hansı halda normal duz alınır? Normal duz alınması əsas turşu reaksiyasında OH-ın sayı H-ın sayına bərabər olmalıdır. H variantıdır. Çünki burada 6 dənə H var, 6 dənə də OH var. 6 dənə H-dan 6 dənə OH, 6 dənə su edir və yerdə nə qalır? Alüminium 2, SO4 3 dəfə. Bu birlərdən niyə olmur? Çünki burada OH-ın sayı H-ın sayından çoxdur. 3 dənə OH var, 2 dənə H. Burada əsas düz əmələ gələcək. 2 dənə H, 2 dənə OH-dan 2 dənə su eləcək və yerdə qalacaq xrom OH SO4. Gələk bura 2 dənə OH var, 1 dənə H var. Yenə də H OH-ın birini götürəcək. Bir dənə su alacaq və yerdə ferium OH inorich bu şəkildə. Eyni qayda ilə 1 dənə H yenə OH-ın birini götürəcək. Əmələ gələcək su və yerdə kalsium OH xlor. Bu bir variantda. Uşaqlar burada turş duz əmələ gələcək. Niyə? Çünki burada 4 dənə H var, 2 dənə OH var. Əmələ gələcək 2 dənə OH, 2 dənə H-dan 2 dənə su eləyəcək və yerdə nə qalacaq? Maqnezium HSO4-dən 2 dənə qalacaq. Bu şəkildə, yəni burada da gördüyünüz kimi turş duz alınmış oldu 38-ci sualda. Belə 39-cu suala uşaqlar, deməli bunların adlarını istəyir. Mən bilməliyəm ki, bu turş duzdur. Bu uşaq hansı turşudur? Orta fosfatın da bu. Bu 2 idi, bu da 1 olub. Heç nə. Natrium uşaqlar hidro orta fosfat. Natrium hidro orta fosfat. Bu nədir bəs? Kalium uşaqları bixromat. Kalium bixromat. Uşaqlar bu H2 xrom 2O7 var, o bixromat turşudur. Kalium bixromatdır uşaqlar. Deməli, burada natrium hidroortofosfat, kalium bixromat və gəlirəm buna. Uşaqlar və şagirdlər tərəfindən ən çox qarışdırılan şey 39-da indi mən sizə deyəcəm. Burada ən çox qarışdırılan məsələn natrium hidroortofosfat əla, kalium bixromat əla. İndi bu nəyə görə belə olur? Və bizim uşaqlar burada bunu başa düşmürlər, sırf bunu. Mən sizə bunun asan yolunu öyrədəcəm. Bax uşaqlar, mis OH 2 dəfə deyil. Bu CO3 bütövlükdə 2 mənfidir qardaşım. Və bütövlükdə 2 mənfidir. İndi başlı işlər. Deməli bu mis OH müsbət 1-dir. Mis OH müsbətdir. Yəni mis OH-ın ümumilikdə və mis OH bütövlükdə müsbət 1-dir. Hidrogen müsbət 1, oksigen mənfi 2, mis də müsbət 2. Niyə? Çünki cəbrizən müsbət 1-ə bərabər. Və mis 2 hidroksil karbonat deyəcəyik biz buna. Bu müəllim nə tər alınır? Bu elə çətin bir şey deyil. Bax, mis OH-ni 2 mol götürürsən, üzərinə H2CO3 gəlirsən. Burada neçə dənə OH var? 4 dənə OH var, 2 dənə H var. Burada alınacaq 2 dənə su. Yerdə nə qaldı? Misdən 2 dənə qaldı. OH-dan 2 dənə qaldı. Bir də CO3 qaldı. Bunu belə də yaza bilərsən də. Mis OH deməli 2 dəfə CO3. Bax belə. Yəni özünü qorxmuyor, burada heç nə yoxdur. Və hətta bunu belə də başa düşə bilərsən. Mis OH2 əsas duz verməsi OH-ın birini itirməli, əvəz olunmalıdır da. Mis OH gətirib CO3 ilə yan bayan qoydun. Bu 2 variant, bu da 1 variant. Belə də düşünə bilərsən.
Daha bilmirəm də kef sənindir. Gələk 40-cı suala. 40-cı sual görə nədir? Hansı duzun adı doğru deyil deyir uşaqlar. Duzun adı doğru deyil. Natrium manqanat. Uşaqlar bu doğrudur. Niyə? Çünki H2 manqano4 var. Bunun turşu qalığı manqano4-dür. Bu 2 valentdir, bu da 1 valentdir. Doğrudur. Kalsiyum hidrosülfat bu da doğrudur. Çünki HSO4-ün duzudur bu. Natrium metafosfat bu da doğrudur. Çünki HPO3-ün duzudur. Natrium hidrosülfit bu da doğrudur. Amma uşaqlar bu nədir? Baxaq. Barin permanganat səhvdir. Niyə səhvdir? Çünki əgər permanganat olsaydı uşaqlar, permanganat turşusu H-manqano4-dür. Onun da turşu qalığı manqano4-dür. Və uşaqlar bu 1 valentdir. Barin 2 valentdir. Bu belə olmalıdır. Barin permanganat belə olur. Və deyərsiniz müəllim, bu kimdir uşaqlar? Bu barin manqanatdır. H2 manqano4 var. Bax odur. H2 manqano4-dür bu. Bu barium manqanat deməli idi buna. Ona görə səhvdir. Gələk 41-ci suala. Əsası duz əmələ gətirə bilən hidroksitlərin və ya da saxla deyilən əsası duz əmələ gətirməsi üçün mütləq şəkildə OH-ın sayı ən azı 2 olmalıdır. Ona görə bu əmələ gətirə bilər. Bu əmələ gətirə bilər, bunlar əmələ gətirə bilməlidir. Testin düzgün cavab variantı 1-3 variantı. Belə şərtlər məncə kifayətdir. İnşallah növbəti videomuzda 42-ci sualdan davam edəcəyik. Sağ olun, salamat qalın, özünüzü qoruyun.